Yaxın zamanda mental olaraq özümü heç də yaxşı hiss etmirdim. Ona görə də fikrimi dağıtmaq üçün və sakit bir şeylə izləmək üçün Instagramda çoxdandır qarşıma çıxan The Fragrant Flower-ı izləməyə başladım. Dedikləri kimi normal, sakit və bəsit bir anime idi. Amma məni heç gözləmədiyim bir yerdən vurdu. O da dostluğun dəyəri. Anime haqqında danışacağam, amma əvvəlcə bu animenin məni niyə dəyişdirdiyini sizə izah etməliyəm. Məlum, çox maraqlanırsınız. Mən uşaq vaxtlarımdan indiki günə qədər heç də sosial bir uşaq olmamışam. Ətrafımda insanlar olub, tanışlarım olub, amma heç kimə həqiqətən dost deyə onlarla münasibət keçirə bilməmişəm. Bir müddətdən sonra öz şəxsi inkişafıma fokuslandıqdan sonra dostlarımdan tamamilə uzaqlaşdım və egoistləşməyə başladım. Çünki mən həqiqətən də fərqli idim. Hətta mənimlə fırlanacaq ideal insanlar belə axtarmağa çalışır. Mənimlə münasibət qurmağa çalışan insanlara üstdən baxır, onları dəyişdirməyə çalışırdım. Təxmin etdiyiniz kimi bu məni daha da yalnızlaşdırdı. Amma bu anime, xüsusilə də mangası məni inanılmaz şəkildə dəyişdirdi. Gəlin əvvəl animedən və davamı mangasından spoiler olmadan biraz danışaq. Animemiz Rintaro adındakı başrolumuz və onun dostları ilə başlayır. Rintaro klassik, içə qapanıq, utangac və travma sahibidir. Çox uzun boylu və qorxuducu göründüyü üçün çox zaman yalnız qalır. Oxuduğu bu məktəbdə dostları olsa da, indilik onlara çox da dəyər verdiyini deyə bilmərik. Sadəcə vaxt keçirmək üçün onlarla birlikdədir desək daha doğru olar. Bu arada Rintaro'nun ailəsi şirniyyatçıdır və bəzən Rintaro onlara orada kömək edir. Bir gün yeni kömək edərkən Karuko adındakı bir qızla tanış olur və həyatı yavaş-yavaş dəyişməyə başlayır. Rintaro ilə Karuko arasındakı münasibət həqiqətən çox aladır və izləməsi yaxşı hiss etdirir. Amma mənim üçün bu çox da vacib bir şey deyil. Yəni, izləməsi yaxşı olsa da klassik, şirin, yavaş-yavaş başlayan bir romantizmdir. Mənə əsas təsir edən Rintaro və dostları arasındakı münasibət oldu. Bizim mədəniyyətimizdə belə bir şey var. İdeal insan. Cəmiyyətin və insanların istəklərini yerinə gətirmiş insan. Bu insan həmişə sosial olur və fərqli bir hərəkət etdiyi an bütün hər tərəfdən uzaq qalmaq məcburiyyətində qalır. Mənim yaşadığım çevrədə bu xüsusilə çoxdur. Girdiyim hər ortam, hər dost çevrəsi sanki özü kimi davranmır və hər kəs eyni şəkildə davranmağa çalışırdı. Məni sosial çevrə qurmaqdan uzaqlaşdıran və yalnız qalmağa məcbur edən bir digər və ən böyük şey də bu idi. Bəlli iki qrup var idi mənim çevrəmdə. Ya süni şəkildə davranan və eyni şeyləri edən kütlə, ya da sırf cəmiyyətin inahatına özünü pis şeylərin içinə vadar etmiş və ortalıqda mən hər kəsdən fərqliyəm deyən kütlə. Mən bu kütlənin arasında çox qaldım. Çox insanı dəyişdirməyə çalışdım. Özümə ağlımda qurduğum ideal dost axtarmağa çox çalışdım. Amma kiçik bir məqamı qaçırdım. Bax, bu anime mənə bunu xatırlatdı. Hər kəsi olduğu kimi qəbul etmək. Əvvəlcə bunu başdan deyim. Hər kəsi olduğu kimi qəbul etməyə məcbur deyilsiniz. Belə etsəniz zaten o biri insanlardan fərqiniz qalmaz. Amma mənim kimi sizə dəyər verən insanları sırf bir pis cəhətləri olduğu üçün, sırf mükəmməl olmadıqları üçün egoistlik edib özünüzdən uzaqlaşdırırsınızsa, bu böyük bir problemdir. Və yaxud da səhvlərini üzünə deməyib, onların özlərini dəyişdirməyə çalışmalarına baxmadan onlardan uzaqlaşdırırsınızsa özünüzü, bu da böyük bir problemdir. Bunu dayandırdığınız zaman əslində sizin yalnız olmadığınızı, amma özünüzü bilmədən yalnız qoymağa çalışdığınızı rahatlıqla görəcəksiniz. Animedə Rintaro və dostları arasındakı münasibət elə yaxşı işlənib ki, hər obrazın özünə məxsus xarakteri və hər birinin bu xarakterlərinə dərindən hörmət etməsi həqiqətən çox yaxşı hiss etdirir. Bunları bilirikmi? Təbii ki, hər kəs belə şeyləri bilir. Amma bəzən bildiyimiz şeyləri təkrardan xatırlamaq düşündüyümüzdən daha yaxşı ola bilər. Mən bunu öyrənmiş oldum yəni. Həqiqətən də hədəflərimə o qədər fokuslanmışdım ki, bunu belə görə bilməyəcək qədər korlaşmışdım. Sözün düzü bu əsərin animesini bitirmişəm və mangasında güncəli az qalmışam və həyatımda sosial baxımdan çox dəyişikliklər olub. Bunun anime ilə əlaqəsi çox da yoxdur əslində. Anime tamamilə bunun üzərinə bir hekayə işləmir, amma az işlətdiyi yerlərdə belə mənə çox təsir etdi, çünki bu baxımdan problemim var idi. Yəni, sizə də belə təsir edəcək deyə bir şey yoxdur təbii ki. Çünki bu bir romantizm animesidir. Ümumiyyətlə də belə şeylər sadəcə bu animedə mi var? Təbii ki, yox. Amma nədənsə bu anime mənə çox təsir etdi. Bu da mənim xiyarlığımdır yəqin, bilmirəm. Amma bunu rahatlıqla deyə bilərəm. Əgər mental olaraq pis hiss edirsinizsə, biraz rahatlamağa ehtiyacınız varsa, bu animeni izləyin. Xüsusilə də mangasını oxuyun. Çünki əsas hadisələr mangadadır biraz da. Bu mənim fikirlərim idi, sizə qəribə gələ bilər, axmaqca gələ bilər. Çünki mənim yaşadıqlarım haqqında çox da bir şey bilmirsiniz. Ümumiyyətlə bu hər kəs üçün keçərlidir. Hər birimiz fərqli həyatlar yaşayırıq və yaşadıqlarımıza fərqli reaksiyalar veririk. Ona görə də yorumlarda səni dəyişdirən anime budur, xiyar yazmayın. Əgər yazsanız
olsanız mən heç nə deməyəcəm, axot yoxdur. Ona görə də abunə olun. Bilmirəm, özünüzə də yaxşı baxın.